Peyğəmbər ondan deyir, atom mənəm, anam Fatimədir. Bəs bizim də anamız Fatimədir. Özü buyurdu, atozam mən. Bəs anamızdır Fatimə. Selamlar. Bir mərifət məbaş در من یزید عشق که اهل نظر معامله با آشنا کنند. Bu خیال انسان، عقل انسان وقتی که متصل oldu عقل کله، خیال انسان olayı nur. Ondan insanın xiyali olay aləmdə gələy meydana misli kəlbi ki seydələr, gələy həqaiqi seydələməyə. Həqiqət seydəli çuşu girəm xiyalش را در آغوش سحر از بسترم بوی گل آید. Deylər yatanda da xiyalı tevhidlə yat, xiyalı İmam Zamanla yat. Sübh qalxanda ətr tevhid gələr bəstərindən. Odur bəzi buzurqanın halətində var, yatanda duayı təvəssül oxuyub yataymış. Deyirlər, ağa niyə? Deymiş, üçün adam gündə nə qədər xal tapı, deyirək, rəfiqi ilə bir söz danışıq, zail olayıq. Bir xeyr əməl görək, zail olayıq. Dağlıyıq. Amma bu yatan vaxtində fəqət tamamı həsliyimi ərzə veriyəm, 14 nuri pakə, onların xiyalı ilə yatıyam, ta peyvənd tapan, mələkə ola mənə peyvənd və əhl-i beyt. Xiyaldan çıxam. Nə qədər təmrin lazımdır? Nə qədər? Allahu Ekber. Şeyx Murteza Hairi, Ayetullah Şeyx Murteza Hairi əhl-i halmış. Sahib کشف و کرامات مقامات. مرحوم شیخ مرتضی حائری، مرحوم شیخ عبدالکریم حائری که بنیانگذار حوزه علمیه قمدی، onun oğludur ve merhum şehit Mustafa Xümeyni, Allahümme salli ala Muhammed ve ali Muhammed, qaynatasıdır. Qaynatasıdır. Əhl-i halmış Şeyx Murteza Hairi. Bir nəfər də dəstəmaz alaydı kənar rudxanədə, yaxınlaşdım, dedim, ağa, mənə bir zikr vericilən, deyim o zikri. Mənə döndü, baxdı, buyurdu, fulani, gündə 1000 dəfə denən mərc bərması vəllah. Hərçi qeyri xudavəndüdür, ölüm olsun ona. Gör, öldürə biləysən, təhidildən bir dəfə deyə biləysən mərc bər qeyrullah. Təhidildən bir dəfə deyə biləysən mərc bər qeyri xastı İmam Zaman. Deyə biləysən, deyə bilsin, vallah bu ləhzədə Allah inayətlər olar sənə, həmun bu ləhzə ha, həmun bu ləhzə aləmin əvəz olar, bir Allahi aləmə varid olarsan. Həqiqətən insan aləmdən qıra. Özü buyuruymuş, getdim məscid-i Cəmkəranda, məşğul ibadətdim, heç kəs yox idi. Birdən gördüm, məscid doldu ətrinlə. O quşey məscidə getdim, bu quşey məscidə getdim, gördüm ətridə heç kəs yoxdur. Məsciddən çölə çıxdım da ətri yox idi, ətri məxsus idi. Hey fikrə getdim, Allah, bu ətr nə ətridir? Öz zehnində dedim, ya Həzrət özüdür, ya Həzrətin o sahabəhay xası var, onlardandır, əshabindəndir. Ricalul qeyb varımızdır. Ovtad, əbdal, nücəba, nüqəba ki, məhzər-i İmam-ı Əsridədirlər. Ovtad 4 nəfərdir, əbdal 40 nəfərdir, Həzrətin məhzərindədirlər. Niyə Həzrətin məhzərinə çatıblar? Rivayətdə varımız üçün bərmasivəllah poştu pa vurublar. Məhəbbət odur da, qeyri xudavəndi atıblar. Əksərən də sadə adamlardan. Dastanlar var ha, öz yerində nəql olunan. Əksərən sadə. Ərədəthumud dünya fələm yuriduha. Əmirəl-Müminin xutbə-i muttəqindən burayı, muttəqilərin barəsində ki, der vaqi sifat-ı əbdalıdır. Dünya onları istəyib, onlar dünyanı istəməyib. Dünya onların xastıqarlığına gedib, onlar amadə olmayıblar, dünyanın xastıqarlığını qəbul ediyələr. Amma biz hamımız dünyanın xastıqarıyıq.
Lazım deyil dünya bizim xastıqarımıza. Ya toyda dünyanı görük, duruy da dünyanı görük. Məscidə də görük, dünyaya çıxıq. Mənbərə də dünya xatirinə çıxıq. Danışıq dünya içi. Ey vay nəfs əlindən. Aman nəfs əlindən. Öz başımıza fırlan o. Bəd deymiş gəldim keçdim bir bəqqalının dükkanının qabağından keçəydim Əli Əsqəri Dəvafuruş öz kitabında öz qələmi ilə yazıbdı. Sirri Dilbəran kitabının adıdır. Oradan keçəydim gördüm həman ət bu bəqqalın dükkanından gəlir. Dolub küçüyə. Özdə də bir bəqqal idi Əli Əsqər aram. Heç kəsdən danışmazdı. Öz şuğluna məşğul idi. Aram ol. Özün bəssən, özüyə məşğul ol, özüylə nə işin var? Özüyü tapa bilirsən. Həqiqətlə peyvənd deyə bilirsən. Döndüm ora. Dönəndən sonra dedim bu ətr. İstədim deyəm ki, səndən sualım var. Dedi, ağa, rədd ol, məndən nə sualım var? Dedim, sən biləysən də, mən o simit gedalərdənəm. Bəzi gedalar var, adam dacət şu adamı veriləməz. Həqiqət almaqda simit ol. O gedayı simit təki. Düş bir kəsin dalısı içən, veriləməcinən. Ta özü çatırdasan bir yerə. Simit ol. Tələbdə gedayı simit təki, veriləmə. Həqiqəti istəməkdə. Dedim, ağa biləysən, mən o simit gedalərdən almamış boş demərəm. Mənə de görüm, bu ətr, nə ətr idi, hardan gəlik? Hardan iyi gəlik? Çox ısrar eləyəndən sonra, dedi, ağa qahqahı gələr məğazəmə. Gələr məğazəmə. Ağanın ətridir. Əsəb. Hər şeyin aləmdə bir səbəbi vardı. Hər şeyin aləmdə. Üləmaların birindən nəql ediblər. Getmişdim Məkkiyə, qardaşım da özümlə aparmışdım. Əvvəlim vardı, qardaşımı özümlə aparmışdım. Yəbnə adam, qardaşla nəcürsən? Görəysən, bir qardaş pıldardı, bir qardaş da avara qalıbdı. Bir nəfər Ərdəbildən bir dəfə durub gəlmişdi qumda mənim dalımcad. Ağa, mənə pul kömək elə, qardaşın tanıyam 100 milyon tümənə bir dəfə çəkər. 200 milyon tümənə bir dəfə çəkər. Neçə nəfərdülər. Amma o birisi qardaş durub oradan gəlib Tehrana, oğlum məlizdir, bimaristana yatıb, gör mənə bir kömək tapa bilərsən. Hara gedirik biz? Nə vaxt adam onluq? Qardaşımla bahəm getmişdik Məkkiyə, orada nə riyal verdilər mənə, dedim qardaş, dedi bəli, dedim qardaş, mən 3-3 dəfə Məkkiyə gəlmişəm, xanımma, qızıma, fək familə, doyunca almışam hədaya, qaydanda soğatı. Bu sər sənin növbətindir, bu mənə nə qədər riyal veriblər, hamısı sənin, gözümü örtdüm, mən heç zad almayayım, sən al kinəm. Dünya necə qardaşı qardaşa soğuq eləyib, necə möminə soğuq olub deyə, necə bizim bir-birimizdən ayırıb deyə. Ravi İmam-ı Sadıq'a gəldi, tərifləydi, ağa filan məntəqədə o qəşşi öz vardı. İmam buyurdu ki, nəcürdülər, ehtiyacları olanda əllərin sıxalıb bir-birinin cibindən pul götürüb xəşdə eylər. Dedim, ağa, nə? İmam buyurdu, o cürdə ehtiyacı olsa əlin salat cibindən. Dedim, ağa, xeyr, belə bir şey yoxdur. İmam buyurdular, şiyə döylər. Ondan da getdim Məkkiyə, hala Məkkənin küçəsindəymiş, o ətraf biyabandaymış, ondan bir ağa ilə rubəru gəldim. Salam əleyk elədim ağa ilə, ağa mənlə
yol yeriydi, buyuraydı, lekulli şeyin səbəb. Hey, tikrarlıydı bu cümləni. Deydi, hər şeyin aləmdə bir səbəbi vardı. Səbəbsiz iş olmaz. Rivayət də varımızdır. Əbəllah ən yücriyəl umurə illa bi əsbabiha. Allah aləmdə hər şeyə bir səbəb yaradıbdır. Kəmal tapmağa səbəbi gərək tapasan, əsbabını tapasan. Əhl-i beytlə peyvənd yeməyə gərək əsbabını tapasan. Şəhvətdən çıxasan, günahdan çıxasan, ta bu əqli verəsən, Peyğəmbər pərvəriş verə. Əqli Peyğəmbər pərvəriş versə 100 kitab olar, 1000 kitab olar. Bu əqla bir dənə məsələ şəhərimizi başa düşmək dünyadan gedirik. Peyğəmbərə təhvil versək, kitablar nazil olar əqlimizdən. Ki mərhumi Seyyid Heydər Amili öz kitabındadır. Deyim, mən bir məqamə çatmışam در سایه تحصیب نفس and çey, and olsun Allaha əgər dirəxtlər, biyabanların şəcərləri hamısı qələm ola, ins o cin oturub yazalar, 100'dən bildiyimi yazıb tutara bilməzlər. Bir adam iddia ediyor ha, Seyyid Heydər Amili uləma şiyədəndir. 100 il zat bundan qabağa dünyadan gedib. Bunlar kimdirlər? Peyvənd ne ilə insanı? Ondan deyil, əlin uzatdı yerdən bir daş götürdü. Mənə dedi, ye bu daşı. Mən də deyəm, bu kimdir? Dedim, ağacın daşı yemək olar. Daş mənim dişim. Adi çörəyi əzə bilməyəm, daş yeyim. Dedi, buyurdu ki, mən deyəm ye. Ta dedi, mən deyəm ye. Birdən bu şəxs mənim nəzərimdə çox böyük görsəndi. Dərk elədim, əzəmətli bir şəxsidir. Bildim ki, bu şəxs hətmən qeybə müttəsildir. Aldım daşı, qoydum ağzıma, həll oldu ağzımda, daş getdi qarnıma. Əridi, nər. Ondan hey yeridim, məndən danışdı, buyurdu, lekulli şeyin səbəb, lekulli şeyin səbəb. Hər şeyin səbəbi var, birdən gördüm, yoxdur. Tək özüm dayanmışam. Bildim, ağadır. Ağa da niyə gəlib deyil, lekulli şeyin səbəb diyor, riyallardan keçdin imam zamanına çatdın. Pul qoymaya adamı ayrı. Dünya ayrı. Pəs insan gərək həstisin apara verə insanı kamilə. İnsanı kamil insanı tərbiyyət eləyə. Apara insanı yuxarı. Seyr verə insanı. Və ilə insan o qəzd sükut elər, onları kəlbi hiraş. Ki Qur'an Bəl'əmi Bauranın barəsində buyuruyor, İn təhmil aleyhi yəlhəs və məsəluhu kə məsəlil kəlbin təhmil aleyhi yəlhəs o tətruku yəlhəs. Onun misali səcdir, yəni səci hiraş. Tərbiyyət olunmayan biri. Dünya insanı bu cür kırır. İnsan istəsə həqaiqi ərşiyə ilə irtibat tapa, canın həqiqətə müttəsil eləyə, gərək canın peyvənd vura vilayətlə mən ətəkum nəca və mən ləm yətikum hələkə. Hər kəs sizin qapıza gəldi, nicat tapdı. Hər kəs gəlmədi, həlakətə çatdı. Bu qapıdır ha. Bu qapıdır ki, insanı peyvənd vurur. Mənə takum nəc. Hər vaxt ki, nəfsüyə dedin, yox, yer el gedəsin İmam Zamanın qapısına tərəf. Hər vaxt hərama dedin, yox, gedəysən. Mərhum Şeyx Rəcəbəli Xəyyat buyurmuş, 23 sinnim var idi. Getmişdim famillərimizin birinin evinə. Famillərimizin bir qızı da vardı, mənə şifdə idi. Heç kəs yox idi, qız gördü xəlvətli, özüm mənə ərz elədi. Ondan birdən özümə gəldim, dedim, Xudaya, qoydum ayağımın altına şəhvəti. Behişt istəməyəm səndən ha, cəhənnəmdən də qorxmayam. Səni çox istəyəm Allah.